Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Hazırda biz İstanbuldayıq. Həmişəki yerdə, həmişəki məkanda sizi salmayırıq. Yəni bugün bildiyiniz kimi səhər saatlarında Qızıldan danışdıq. Qızıl neynədir? Qızıl sadəcə olaraq səhər saatlarında bizim dünən 3346-larda bay əməliyyatlarımız açılmışdı və uğurla bağladıq və eyni zamanda satış əməliyyatları, gözəl satış əməliyyatları gəldi. Yəni biz indi nə edə bilərik və ilk öncə biz 4 saatlı zaman intervalla baxmalıyıq və 3260-lara mütləq diqqət etməliyik. Yəni bu çox vacib bir nöqtədir. Yəni dönüş nöqtəsi kimi və ya dəstək xətti kimi. Və təbii ki, bundan aşağı formalaşsa, aşağı doğru istiqamətlə davam etdirəcək. Alış əməliyyatlarını biz harda verə bilərik? Alış əməliyyatları üçün biz harda düşünə bilərik? Sualı gəldikdə isə artıq 3308-lərdən sonra bu haqda düşünə bilərik. Keçək biz Bitcoin-a. Bitcoin-da nələr baş verir? Yəni Bitcoin-da da sonraki bundan sonraki videoda nəzərə çatdıracağam.